Əziz həmvətənlər, dəyərli gənclər, çox hörmətli konferans iştirakçıları, həftənin şənbə günü sübh çağında sizin hamınızı səmimiyyətlə salamlayıram və konferansda ilk sözü mənə verdiyinə görə hörmətli Əli bəyə səmimi təşəkkürlərimi çatdırırım. Azərbaycan gəncliyi dedikdə, təbii ki, ilk növbədə Azərbaycan Respublikasının qurucusu, tarixdə təkrarsız və əvəzsiz siyasi xadim, dövlət xadimi Heydər Əliyevin, Ulu Öndərin 1997-ci ildə fevral ayının 2-sində Gənclər Günü ilə imzaladığı fərman yanaşır. Bu, MDB məkanında və Avropa İttifaqında ilk belə hal idi ki, 15 Sovetlər, yəni bildiyiniz kimi Sovetlər İttifaqında 15 Respublika var idi. 15 Respublika içərisində ilk dəfə 97-ci ilin fevral ayının 2-sində Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə Gənclər Günü rəsmi qeydiyyata alındı və indiki Heydər Əliyev sarayında məhz Gənclər Günü təşkil olundu. 97-ci ildə mənim 22 yaşım var idi və rəhmətli Heydər Əliyev qarşısında çıxış edən 22 yaşlı gənclərdən biriydim. Ondan sonra isə Milli Elmlər Akademiyasının rəyasət heyətinin iclasında o zaman cavan 23 yaşında elmlər namizədi kimi mən sonradan rəhmətli Ulu Öndər qarşısında məruzə etmişdim. Əziz dəyərli gənclər, hörmətli konferans iştirakçıları, gənclik çox aktual, prinsipial və gələcəyə söykənən bir mövzudur. Təbii ki, ilk növbədə biz gəncliyimizi olduqca kreativ, rasional və gələcəyə hesablanmış mənəvi dəyərlər üzərində qurmalıyıq. Nədir mənəvi dəyərlər? Nədir milli, mental dəyərlərimiz? Bu, ümumi söz yığınaqdır, yoxsa dərin fəlsəfə ilə təhlil etdikdə gənclik ilk növbədə sevimli Peyğəmbərimiz Muhammed sallallahu aleyhi sallamın sözü ilə desək, gələcək tərbiyə etdiyimiz gənclərdən və ümumiyyətlə ümmətin inkişafı isə gənclərin tərbiyəsindən asılıdır. Siz baxın, gəncliyin üzərində nə qədər böyük yük, nə qədər böyük ümid, nə qədər böyük arzular var. İndi gəlin bu gəncliyimizi günün tələbləri səviyyəsində elə quraq ki, arxaya dönüb baxanda ömrümüzün bərəkətli keçdiyini, təsadüfü insanlara xəsləmədiyimizi və təsadüfü məşğuliyyətlərlə məşğul olmadığımızı, millətimiz, dövlətimiz, vətənimiz üçün çox faydalı bir iş gördüyümüzü illərimizi vərəqlədikcə onda biz təəssüfsiz keçirməyək. Azərbaycan gəncliyi mənə görə orta məktəbdən başlayır, ilk növbədə gənclik formalaşır. Hər dəfə çıxışlarında dediyim kimi, ailə kiçik dövlətdir, dövlət böyük ailədir. Ailə tərbiyəsindən, valideynlərin monolitliyindən, ər və arvadın biri-biri ilə sağlam münasibətindən. Biz dünyaya gələrkən valideynlərimizə teleqramma vurmamışıq ki, bizi dünyaya gətirsinlər. Bizim dünyaya gəlişimiz uca Allahın izni ilə baş verir. Amma sonraki taleyimizdə valideynlərin mehribançılığı, onların arasındakı səmimiyyət, ailədə olan nizam-intizam, dinə, mənəviyyata, uca Allaha bağlılıq təbii ki, övladın tərbiyəli böyüməsində çox mühüm rol oynayır. Sonraki dönəm isə keçir, təbii ki, bizə ibtidai sinifdə ilk hərfləri öyrədən ibtidai sinif müəllimlərimizin üzərinə. Sevgili Peyğəmbərimiz sallallahu aleyhi və sallam nə söylüyordu? Mənə bir hərf öyrədən müəllimə 30 il qul olaraq. Elm içində də olsa arxasıza gelir. Müəllimlər mənəviyyatın qalasıdır. İndi baxın, müəllimə elmi öyrədən bir insana dünyanın ən pak, ən təmiz və hamımızın öndəri olan sevimli Peyğəmbərimiz görün nə qədər yüksək qiymət vermişdir. Ona görə biz konferanslarda təkcə protokol naminə, diplomatik etiket qaydalarına uyğun çıxışlar eləyib,
Bununla da konferansımız baş tutdu və bu konferansda biz çox qiymətli sözlər dedik. Amma gəlin, hər bir konferans, hər bir tədbir, hər bir məruzəçinin çıxışı bir mənalı auditoriyada oturan insanların hafizəsində, idrakında, təfəkküründə iz buraxmalıdır. İnsan var ki, onunla təmas heç vaxt unudulmur, sanki böyük bir akademiyanı bitirsən. İnsan var ki, biz onunla təmas qurduqda, hətta bəzən dünyaya gəldiyimizə böyük peşmançılıq hissi keçirik. Ona görə gəlin, bizim üçün çox böyük örnək nümunələr var. 5000 il keçməsinə baxmayaraq, heç bir universiteti qutarmayan Həzrəti Yusif obrazı var. Hansı ki, müqəddəs Quranımızda deməli, Yusif surəsi var, 111 ayə var onun adına. Nə qədər əxlaq yiyəsidir. Baxın, Həzrəti Yusif hər dəfə gənclik buna xüsusilə diqqət yetirməlidir. Qardaşları tərəfindən xəyanət olunanda, bazarda qul kimi satılanda, gözəl qadınların böhtan və iftirası ilə üzləşəndə hətta zindanı seçir. İndi bu gün elə bir gənclik varmı ki, gözəl qadınların əhatəsində zindanı seçsin. Sizin iftiranızdan, böhtanınızdan mən zindanı seçirəm desin. Çox çətin belə bir gənc insan, belə bir təfəkkür yiyəsi tapmaq. Amma baxın, Həzrəti Yusif nümunəsi çox böyük bir nümunədir. Müqəddəs Quranımızda 25 Peyğəmbərin adı keçir. Onların hamısı biri-birindən təkrarsız və böyük şəxsiyyətlər. Sonuncu Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və sallamın həyatına baxın. Övladlarla davranışına, nəvələri ilə rəftarına, Həzrəti Hüseynlə, Həzrəti Həsənlə rəftarına baxın. Hər biri bir örnək nümunəsidir. Gəlin, biz tərbiyəmizlə məşğul olarkən, ilk növbədə özümüzə qarşı müxalifətdə olmağı bacaraq. İçimizdəki alaqotları təmizləyək. Əgər biz bugün birinci növbədə özümüzlə müxalifətdə olmasaq, heç vaxt bizim inkişafımız olmayacaqdır. Ola bilər, müvəqqəti uğurlarımız olsun, müvəqqəti təriflər söylənsin. Amma mənəviyyat yoxdursa, o təriflər sonradan bizdə baş gicəllənməsi yaradacaq və uğurları sonradan uğursuzluqlar əvəz edəcəkdir. Və biz həmin etapda ki, ona mənəvi cəhətdən, əxlaqi baxımdan hazır deyildik və təbii ki, onda biz özümüzü itirməyə başlayacağıq. İlk növbədə şöhrətin və pulun temperaturuna mənim gəncliyə ən böyük tövsiyəm, şöhrətin və pulun vəzifənin temperaturuna dözmək lazımdır. Hər insan pulun temperaturuna, şöhrətin temperaturuna, tərifin temperaturuna dözə bilmir. Bir müddətdən sonra özünü tamamilə itirir, degradasiya olur və progres dayanır. Bugün gəncliyə ən çox biz bunları öyrətməliyik. Şəxsiyyət kimi formalaşmalı, yaltaq, zombiləşmiş, manqurt, bunlardan gənclik olmaz. Və bir müddətdən sonra insanlarda, istər xanımlarımızda, istər bəylərimizdə mənəvi kriteriyalar çox kasatlıq və bəzən qısıq olduğuna görə bir müddətdən sonra gənclərin pis vərdişlərə, narkotiklərə, patiya, uyuşturucuya və digər pis vərdişlərə, qumara, kazinoya, gecə həyatına qurşandığını görürük. Və hesab edir ki, gənclik budur. Bu gənclik deyil, bu meşşan bir həyatdır. Əsl gənclik başlayır şəxsiyyətin formalaşmasından, valideynə sevgidən və ondan da üst bizi mındar sudan yaradıb, bizim bilirsiniz də həyat fəaliyyətimiz mındar sudan yaranıb, leş kimi dünyadan dəyişirik. Azanla namaz arasındakı məsafədir insan ömrü. Bu insan ömrünü azanla namaz arasındakı bu kiçik ömrü olduqca faydalı, Allaha sevgi ilə, vətəninə, dövlətinə, millətinə sevgi ilə, valideynlərinin qulluğunda durmaqla, hizmət yapmaqla başa çatır. Mənim 2 oğlum var, hər ikisi iqtisadçı hüquqşünasdır, biri hal-hazırda işləyir dövlətdə, digər ikinci oğlum isə 19 yaşın içində İstanbul Dövlət Universitetinin hüquq fakültəsinin 2-ci kursunu bitirdi əla qiymətlərlə. Mən onu Türkiyədə qoyub gələrkən, əziz oğlum, bugündən sənin adın Mehman deyil, sənin adın Azərbaycandır. Sən burada Azərbaycanı təmsil edirsən. Bu gəncliyə baxıram, maşallah olsun, əri bəy daxil olmaq şərtilə hər kəs İngilis dilində sərbəst fikirlərini ifadə edir, bəlkə də bir neçə dildə. Amma ilk növbədə öz ana dilimizi mükəmməl bilməyimiz lazımdır. Rəhmətlik Ulu Öndərin də bütün çağırışlarında milli dəyərlərimizə, öz ana dilimizə olduqca vəfalı və sədaqətli olmaq tezisləri dayanır.
Baxmayaraq ki, Heydər Əliyev ömrünün çox hissəsini SSR KGB-sinə, yəni bugünkü dillə desək, Dövlət Təhlükəsizlik Xidmətinə fəaliyyətinin çox hissəsini həsr etmişdi, 25 ildən artığını. Və Rus kəşfiyyatı ilə, Rus KGB-si ilə, bugünkü dildə desək, Rus Dövlət Təhlükəsizlik Xidməti ilə işləyirdi və bütün yazışmalar Rus dilində aparılırdı. Amma Heydər Əliyev öz ana dilinə səlis, sərbəst, sadiq qalmışdı. Bütün çıxışlarında ana dilinin nə qədər bəlağətli, axıcı və gözəl bir musiqili dil olduğunu Heydər Əliyevin nitqində biz bunu dəfələrlə aydın görmüşük. Əziz, dəyərli həmvətənlərim, əziz, dəyərli gənclər və övladlarım, mən sizə belə də müraciət edə bilərəm. Mən düşünürəm ki, sizin böyük parlaq gələcəyiniz var. Ən azı buna ümidimin fundamental təminatı budur ki, siz hamınız biri-birindən sərgəli və nizamlısınız, səhmanlısınız. Xüsusilə Əli müəllimin məni qarşılayıb, bura qədər gətirəndə onun rəftarındakı nəzakəti və kibarlığı xüsusi diqqətini cəlb elədi. Bu da valideyn tərbiyəsindən asılıdır. Hər birimiz tərbiyəmizi nümayiş elətdirərkən ilk növbədə biz valideynlərimizin bizə verdiyi tərbiyədən çıxış edirik. Mənim rəhmətliyi atamın sözü ilə bitirmək istəyirəm. Atam rəhmətliyi mənə hər zaman deyir ki, mənim əziz övladım, siz dini çox sevirsiniz, dinə bağlısınız. Amma mənim qəbrimin üzərinə molla gətirib Yasin oxutturmayın, o mənə çatdır. Siz salihlik, sabit qədəm, sadiq əməllərinizlə o qədər gözəl işlər görür ki, insanlar sizin valideynlərinizə sağlığında da rəhmət olsunlar. Biz bu rəhməti ancaq və ancaq salihliyə əməllərimizlə qazana bilərik. Sizə fəaliyyətinizdə uğurlar arzu edir. Diqqətinizə görə təşəkkür edir.